Ya Allah. Salam aleykum. Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim. Xahiş edirəm bu videonu keçməyək. Mənim kasıb qardaşlar, kasıb analar, bacılar. Bir dənə ev çıxartmışam. Ürəyimi istəyən bir dənə qiymətə. Real alıcı. Allah'ın izni ilə gələcək, bu evə sahib olacaq. 2 otaqlı evdir. Evimizə yəni qeydiyyata düşmək olur. Sənəd bələdiyyədir. Ev sahibi bildirir ki, mən bura qeydiyyatda olduğum yerdən asan xidmətdən gedib arayış ala bilirəm. Yəni alan adam narahat olmasın. Bütün kommunallar hər bir şey öz yerində. Belə bir dənə qəşəng çiçək kimi xudmani həyəti var. Bir dənə mətbəxini götürüb tam ətraflı. Geniş bir dənə mətbəxi var. 4'ün 4'ə rahat var mətbəxi. Çox genişdir. Həqiqətən əladır. Mətbəx mebelinə kimi yığılıb hər bir şey. Yəni burada özü də ki, Sumqayıtın içərisində elə bir ərazidədir ki, yəni çox superdir. Yəni asfaltdan birbaşa asfalta. Tovuz kafesi var, hər bir kəsin tanıdığı. Oradan bir balaca asfaltdan qabağa gəlirsən, Tovuz kafesinin arasında 200-300 metr məsafə var. Yəni quruntaboy da yoxdur. Çox superdir yeri. Allah dəyərli izləyicilər, evimizin bir dənə yataq otağı buradadır. İnşallah. Bax, qızdırıcı olaraq da ki, İran peçidir. Yəni həqiqətən hər şey idealdir. Remontdan da ki, belə bir çıxmasın. Təzə çıxıb, gördüyünüz kimi remonta da ehtiyacı yoxdur. Gəl bura mənim dəyərli qardaşım. Bax, burada bir dənə içəri remont olunub. Burada bir dənə bax, aboylar cırılır dəyərli izləyəcək. İndi bunu da alan inşallah özü. Bax, sanitar qovşağının dərəcəsinə baxın.